Sabah xeyirli olsun, həftəniz uğurlu olsun dəyərli traderlər. Bugün aprel ayının 20-sidir və yenidən beynəlxalq maliyyə birjasında sürətli hərəkətlər var. Təbii ki, ilk öncə biz qızıldan danışarıq. Yəni cümə günü biz qızılın yəni 4888-lərə qalxması haqqında məlumatı paylaşmışdıq. 4-cü gün bu haqda məlumat verdi və 5-ci gün bu nöqtə tamamlandı. Bundan sonraki hədəflər nədir? Yəni təbii ki 4930-lardır. Baxmayaraq ki, şənbə bazar demək müharibələrlə bağlı, Hörmüz boğazı ilə bağlı, açıqlamalarla bağlı qızıl dəyər itirdi. Bu gün səhər saatlarında, yəni dün 5-ci gündən bu günə kimi, yəni 94 dollar bir dəyər itirdi. Təbii ki, aşağıda qeplə açıldı. Bugün qəpi bağlayacaq yoxsa bağlamayacaq sualına gəldi isə təbii ki 4817-dən sonra formalaşsa qəpi qısa müddətdə yəni bağlayacaq. Hal-hazırda biz siqnal kanalında siqnalları paylaşmışıq. 4799-a alış əməliyyatlarıdır. 4825-lərə, 26-lara take profit təyin etmişik. Alternativ senaryoda satış əməliyyatları təbii ki 4760-lardan satış əməliyyatları haqqında məlumatı paylaşmışam siqnal kanalında. Yəni bu alternativ senaryoda mütləq bunu yerləşdirmək lazımdır. Bir də nəzər çatdırım ki, yəni hal-hazırdakı vəziyyətdə, yəni dünyada ətrafda baş verən hadisələrlə bağlı biraz ehtiyatlı olmaq lazımdır qızıldan və gümüşdən. Euro dollar, funt dollarda biz alış əməliyyatı haqqında məlumat vermişdik. Siqnal kanalında 5-ci gün alışlardan nəticələndi. Təbii ki, bugün həm euro dollar, həm funt dollar, həm qızıl yəni sürətlə aşağı doğru istiqamətdən davam edir. Eyni zamanda Bitcoin da dəyər itirdi. Və biz şənbə günü satış əməliyyatları haqqında məlumat paylaşmışıq, gələnən nəticəlidir. Bitcoin'də alışlar əsasən də demək əsas alışlar 75-750-lərdəndir. Qısa müddətli alışlar isə 74-750-lərdən gələcək. Satışlar isə 73-800-lərdən gələcək. Digər cütlər gəldiysə, yəni təbii ki biz gümüşdən də məlumat verək. Gümüşdə alışlar 80.250-lərdən alışlar da, satışlar isə 78-900-lərdən olacaq. Belə deməli əsasən yəni qızıla biz fokuslanırıq. Eyni zamanda qızılla bərabər bir çoxları üçün maraqlı olan neftdir. Neft də səhər saatlarında yəni qeplə açıldı. Yəni bugün əslində belə bir güclü bir qeplə açılmadı. Yəni yenidən davamı üçün 97-95-lərdən yuxarı formalaşmalıdır ki, qiymət 99-lara, 99-50-lərə qədər qalxmalıdır. Təbii ki, söhbət füture spotlardan gedir. Satışlar isə 95-lərdən gələcək. Bu neft üçündür. Yəni baxmayaraq ki, səhər saatlarında qeplə yuxarıda açılıb nümayiş etdirir ki, yuxarı qalxacaq. Amma bizim fikrimizcə, təbii ki bu bizim fikrimizdir. Yəni bugün yəni yuxarı doğru istiqaməti o qədər güclü olmayacaq. Əsasən yəni qızılın qalxışı maraqlıdır. Təbii ki bugün qalxışdan qepi bağlamağa doğru hərəkət edəcək.